Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bu gün sizə Masazır qəsəbəsi Dream Park yaşayış kompleksində tam əşyalı, tam dolu, elektronika daxil, tam dolu əşyalı, super təmirli, çox səliqəli, həddindən artıq səliqəli saxlanılmış eksklüziv bir mənzil çəkib təqdim edirəm ki, bu mənzilin mənə gəlir ki, tayı bərabəri yoxdur. Yəni, bu kompleksdə ikinci belə bir mənzil inanmıram ki, olsun. Çox səliqəli saxlanılıb, çox səliqəli təmir olunub. Hal-hazırda evimizin qonaq otağı hissəsindəyik. Baxın, evin giriş hissəsi buradandır. Giriş qapısı dəyişdirilib, bahalı qapı qoyulub. Bura şkaf yığılıb, qəşəng səliqəli. Baxın, burada heykəllər də var. Kimin heykəlidir bilmirəm. Tanıyanlar kommentə yazar. Burada ayaqqabı dolabı və paltar dolabı var. Koridorun bu başında yerləşir evimizin sanitar qovşaq hissəsi. Evimiz 60 kvadrat metr sahəsi var. Bura hamam hissəsidir. Duş kabinası yığılıb, çox səliqəli şəkildə. Hətta burada şkaf yığılıb, baxın. Belə bir şkaf yığılıb, paltaryan da içindədir. Bahalı paltaryandır, heç qoyulandan istifadə olunmayıb. Su şılkasına baxanda bilinir. Binada qeyd edim ki, qaz, su, işıq, lift hamısı qaydasındadır. Bütün kommunallar sayğaclarına qədər qaydasındadır. Zalın bu birisi başında yerləşir evimizin mətbəx hissəsi. Baxın, belə bir mətbəximiz var. Mətbəx axıra kimi yığılıb, yekədir. Burada evin eyvan hissəsi var. Evin iki eyvanı var. Baxın, qaz sayğacını görürsünüz, kombisini görürsünüz. Bu pəncərələr qeyd edim ki, açılır. Yəni, küçəyə baxmaq üçün açılır. Burada bizim 60 kvadratlıq təzə nədir bu? Kondisionerimiz var və buranın jalüzü də var ki, bura bağlanır gün işığı düşməmək üçün. Gördüyünüz kimi Samsung soyuducudur. Bunlar heç biri işlənilməyib. Soyuducu da təzə kimidir. Baxın, bahalı soyuducudan istifadə olunub. Bura şkaf yığılıb. Və burada evimizin yataq otağı hissəsi yerləşir ki, yataq otağı da tam dolu əşyalıdır və elə əşyalı şəkildə də satılır. Şkaflar da hamısı qaydasındadır. Baxın, belə bir yataq otağımız var. O güzgü olan yer şkafdır. Onu açıb sizə göstərəcəm. Buradan da iki pəncərəsi var dəyərli izləyicilər. Bir pəncərə buradadır. Bir pəncərə də buradadır gördüyünüz kimi. Radiatoru falan hər şey qaydasındadır. Evimiz satılır 86.000 manata. Sənəd müqavilədir. 8 mərtəbəli binanın 8-ci mərtəbəsindədir. Lift düz mərtəbəyə qədər qalxır. Burada şkaf hissəsidir ki, şəxsi əşyalar yığılır. Yəni genişliyi kifayət qədər genişdir. Şkaf divara yığılsa da çox geniş, səliqəli şəkildə təhciz olunub. Buyurun, kanala abunə olun, videolarımızı izləməyi, bəyənməyi unutmayın ki, satışa çıxan evlərdən ilk sizin xəbəriniz olsun. Kanala abunə olmağı, videolarımızı bəyənməyi unutmayın.